Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Seyid Zayda. Bugünkü videoda iki qanun barədə məlumat vermək istəyirəm. Bir, Milli Məclisdə müzakirə olunan tələbələrlə bağlı könüllü fəaliyyətinə məşğul olan şəxslərlə bağlı, yəni sığorta pulunun ödəməsindən bağlı söhbət gedir. İşdə əgər bədbəxt hadisə baş verirsə, sığorta pulu, yəni tələbələrə ödənəcək praktikə gələnlər, eyni zamanda könüllü fəaliyyətinə məşğul olan şəxslərə, hörmətli izləyicilər. İndi bu barədə məlumat verəcəyəm. Sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi bu barədə xəbər olsun. Digər qanunsa belə qaçqın və məcburi köçkünlərlə bağlıdır. Yəni evlərinə köçməklə bağlı, eyni zamanda güzəşt və imtiyazlarla bağlı. Eyni zamanda onu qeyd edin ki, qaçqın və məcburi köçkünlər kiminsə evini tutubsa, həmin şəxslər də həmin videoya baxsa daha yaxşı olur. Bir çox məsələyə aydınlıq gələcək. Hörmətli izləyicilər. Bir daha xatırladım, zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun, əziyyətin hədər gelməsin. Amma sığorta ilə bağlı onu deyin ki, iş növbədə qabaq iş yerində, yəni vətəndaş sığorta almaq üçün əlvi dərəcəsi almalıdır. Artıq yeni qanun müzakirə olunub, əlvi dərəcəsinə ehtiyac olmayacaq. Niyə bunu mən həm hüquqşünas kimi deyəm, həm arabasında olan şəxs kimi deyəm. Diqqətlə baxa görə söhbət nədən gedir. Hörmətli izləyicilər. Sonra öz fikrimi biləcəm. Baxaq. Birinci sığorta ilə bağlı məsələyə baxaq, sonra qaçqın və məcburi köçkünlərlə bağlı məsələyə baxaq. İş yerində bədbəxt hadisə baş verən zaman sığorta ödənişi ala biləcək şəxslərin dairəsi genişləndirilir. Milli Məclisdə müzakirəyə çıxarılan dəyişikliklərə əsasən artıq təkcə əmək müqaviləsi ilə çalışanlar deyil, könüllülük müqaviləsi əsasında fəaliyyət göstərənlər, təcrübə keçən tələbə və şagirdlər də bu mexanizmdən yararlana biləcəklər. Könüllülük müqaviləsi ilə fəaliyyət göstərən Bu müvət vəkili bu qabayamıdır məlumat verir. dövlət özəl sektorda müəyyən müddət çalışan və ya təcrübə keçən vətəndaşlarımız da istehsalata və bədbəxt hadisə baş verən zaman sığorta ala bilsinlər. Bu həmin vətəndaşlarımızın sığortadan istifadə etməsinə imkan verəcək və yeni dəyişikliyin qəbul edilməsinə imkan verəcək ki, könüllü təcrübə keçən vətəndaşlar da bu halda məhz dövlətdən sığorta ala bilsinlər. Millət vəkili Vüqar Bayramov deyir ki, layihənin digər mühüm tərəfi sığorta ödənişinin hesablama meyarı ilə bağlıdır. İndiyə qədər əsas yanaşma əmək qabiliyyətinin itirilməsi, yəni 50 dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlıydı. Yeni mexanizmdə isə peşə əmək qabiliyyətinin itirilməsi də Mən dediyim məsələni deyib diqqətlə baxaq. Artıq 50 dərəcəsi almağa ehtiyac yoxdur. əsas götürüləcək. Bu isə o deməkdir ki, istehsalat hadisəsi nəticəsində sağlamlığına nisbətən daha az zərər dəyən şəxslər də sığorta təminatından kənarda qalmayacaqlar. Nəzərə alsaq ki, əmək qabiliyyətinin itirilməsi, yəni əlillik dərəcələrinin müəyyənləşməsi 30-80% arası müəyyənləşirdi. Yəni amma 30-80% deyil, əslində elədir. 31-100% arasındadır. bu demək ki, 30%-dən az istehsalatda bədbəxt hadisə nəticəsində vətəndaşın sağlamlığına zərər dəyirdirsə, bu zaman sığorta ödənişi nəzərdə tutulmurdu. Amma yeni dəyişiklik imkan verəcək ki, məhz 30%-dən az zərər dəydiyi halda belə vətəndaşa ödənişlər edilsin, onlar sığorta almaq imkanına malik olsun. Dəyişikliklərin daha bir istiqaməti sığorta sisteminin maliyyə dayanıqlığını əhatə edir. Qanunda bir dəfəlik sığorta ödənişləri üzrə maksimum hədd müəyyənləşdirilir. Bu məbləğ minimum aylıq əmək haqqının minimisli qədər olacaq. Yəni bu deməkdir ki, istehsalda bədbəxt hadisələr baş verən zaman 400 min manata dək sığorta ödənişini həyata keçirmək mümkün olacaq. Maksimum məbləğ mövcud Bu indi 400 min manatdır. Məsələn, gələn il qalxdı minimum əmək oldu 400 min manat, yox 500 manat, 450 manat, 600 manat. Onda olur qalxacaq. Orada 400 min yox, 500 min, 600 min maksimum hədd. Hörmətli izləyicilər. Baxaq. əmək məbləği ilə 400 min manatdır və praktik olaraq bu imkan verəcək ki, yeni maksimum məbləğ qəbul edildikdən sonra artıq 400 min manata dək sığorta ödənişi həyata keçirə bilsin. Millət vəkili qeyd edib ki, təklif edilən dəyişikliklər həm sığorta olunan şəxslərin əhatə dairəsini artırır, həm də ödənişlərin daha aydın mexanizmlə hesablanmasını nəzərdə tutur.
İslam Əşrəfov, Yusif Kərimli, Xəzər xəbər. Hörmətli izləyicilər, deməli sığorta ilə bağlı xəbərə qulaq asırıq, təbəyə ilə bağlı xəbərə qulaq asırıq, eyni zamanda könüllü fəaliyyətinə məşğul olan şəxslərə qulaq asırıq və əlvi dəyərli şəxslərin fəaliyyətinə bağlı məlumat qulaq asırıq. Yəni, iş yerində bədbəxt hadisə baş verərsə, nə qədər pul alacaq, o barədə məlumata qulaq asırıq. İndi də qulaq asaq ki, qaçqın və məcburi köçkünlər hansı qanuna artıq qanun qüvvəyə minib, hansı güzəştlər var, hansı güzəştlər ləğv olunur. Diqqətlə baxaq, hörmətli izləyicilər. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbəri olsun, mənim əziyyətim hədər gəlməsin. Hörmətli izləyicilər, diqqətlə baxaq. Buyurun baxaq. Sənədə əsasən işğaldan azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv edilir. Bundan yanaşı onların statusları ləğv olunduqdan sonra da 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar. Bu məsələyə bir də münasibət bildirin, hörmətli izləyicilər. Deməli, qaçqın və məcburi köçkünlərin statusu necə ləğv olunur? Ya işğaldan azad olmuş ərazilərdə ev verəcək və ya dövlət ona başqa yerdə ev verirsə, həmin evə gəlirsə, avtomatik statusu ləğv olunur. Bu deməli ki, hansı evi zəbt edibsə, onu boşaltmalıdır. Yəni, heç bir evə gəlmirsə, o hazırda statusu ləğv olunur. Amma ki, müəyyən güzəştlər qalır. Statusu ləğv olunur 3 il müddətinə. Baxaq, hörmətli izləyicilər hansılardır? Diqqətlə qulaq asaq. Yeri gəlmişə, onu qeyd edin ki, burada tələbə qaçqınlara da ayrı olan statuslar var. Qaçqın və məcburi köçkünlər. Diqqətlə baxaq, hörmətli izləyicilər. Vətəndaşımız mənzili seçərək, mənzillə həmin ərazidə yaşamağa başlayırsa, onun statusu yaşamağa başladıqdan 3 il müddətində qorunub saxlanır və 3 il ərzində həmin ailələrə hər bir ailə üzvünə 60 manat olmaqla aylıq müavinət ödənilir. Eyni zamanda təhsil haqqından azad olmaq daxil olmaqla digər güzəştlərdən istifadə etmək hüququna malik olur. Eyni zamanda keçmiş məcburi köçkün ailələrin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda, onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Yəni, tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq. Eyni zamanda, əgər vətəndaşımıza... Yəni, o deməli ki, 3 il keçməyinə baxmayaq, 4 ildir, 5 ildir oxuyursa, həmin güzəşt qüvvədə qalır. Nəzərə alın, hörmətli izləyicilər. İşğaldan azad olmuş ərazidə mənzil təklif olunursa və həmin mənzildən imtina edirsə, yəni həmin əraziyə qayıtmaq istəmirsə və mövcud yaşadığı yaşayış məntəqəsində yaşamaqda davam edirsə, o halda da həmin vətəndaşımız 3 il müddətində həm aylıq müavinəti almaq, həm də digər güzəştlərdən istifadə etmək hüququna malik olacaq. Müzakirələrin yekununda qaçqınları və məcburi köçkünlərin statusu haqqında qanuna təklif edilən dəyişiklik 3-cü oxunuşda təsdiqləndi. Əli Rzayev, Royal Əsədzadə, Nigar Etibar. ASTV xəbər. ASTV xəbər. Sənədə əsasən. Deməli, hörmətli izləyicilər, söhbət nədən gedir? Belə qaçqın və məcburi köçkünlər belə ev alımı olsa, imtina edilib, statusdan imtina edilirsə, yəni 3 il müddətinə müəyyən güzəştlər qalır, amma tələbənin güzəştlər 4-5 il ola bilər. Yəni təhsil müddəti başa çatana qədər, hörmətli izləyicilər, nəzərə alın, əsas məsələdən biri budur. Mütləq qaydalar. Amma dediyim kimi, ev dövlət və gedir, yəni söhbət gedir məcburi qaçqın və köçkünlərdən, onda kimin evini zəbt edib boşaltmalıdır. Gəlmirsə, o halda statusu ləğv olunur, yenə bələdiyyədə hörmətli izləyicilər, həmin şəxsin evini boşaltmalıdır məhkəmə qərarı əsasında. Bunun üçün də birinci növbədə yoxlamaq lazımdır ki, statusu ləğv olunub olmur. Yəni, baxarsız görürsünüz, evdə qalır, bu əvvəlsi ev verilmir. Ola bilsin, evdən özü imtina edəsin. Sonunda bir daha xatırladan ki, YouTube kanalına abunə olan şəxslər üçün telefona hüquq məsələsinin verilməsi
10 manatı eyni zamanda yəni hüquq məsləhətinin verilməsi də. Bu müraciət edim, qeyd olunan WhatsApp nömrəsinə suallarınızı səslə göndərin. Amma mütləq qeyd edək, kanala abunə olun, şəkil çəkin göndərin həmin nömrəyə ki, güzəştdən yararlanıcı əks halda hüquq məsləhətinin verilməsi olacaq 25 manat. Hörmətli izləyicilər. Videomuzda dəstək var. Siz yəni mən kanalımı bəyənin, abunə olun. Mən də sizə güzəşli qiymətə hüquq məsləhət verim. Diqqətinizə görə çox sağ olun, abunə olmağı unutmayın. Bir daha xatırladıram ki, kimin nə sualı olsa səslə WhatsApp-a göndərsin. Başqa yerdə olan cavab verə bilməm. Hörmətli izləyicilər. Çox sağ olun. Sağ olun, diqqətinizə görə.